Hər kəsə salam, mən Mirzə. Bugün yeni bir bilgi videosu ilə sizin qarşınızdayıq. Bugün mən sizə YouTube'da kanal necə təsdiqlənir, o haqqda danışacağım. O haqqda danışmazdan əvvəl onu deyə bilərəm ki, pul qazanmaqdan ötürü YouTube'da AdSense hesabı o qədər də vacib deyildir. Yəni AdSense hesabı olmadan da siz pul qazana bilərsiniz. AdSense hesabı olmadan qazandığınız pulların hamısı YouTube hesabınızda toplanıb qalacaqdır. Yəni bu pullar yığılıb qalacaq. O pullar siz çıxartmaqdan ötürü isə hər hansısa bir MCN şirkəti ilə çalışmalısınız. Yəni sizin partner şirkətiniz olmalıdır. Mən sizə indi bir MCN şirkəti göstərəcəm. Yəni sizə bunu məsləhət görürəm. İndi birazdan ora biz öz formumuzu göndərəcəyik. İndi siz özünüz sual verəcəksiniz ki, mənə əgər sən kanal təsdiqləməyi bilirsənsə, yəni mən təsdiqləmirəm, amma yenə də deyirəm, partner şirkətlər kanal təsdiqləyir. Əgər təsdiqləyirlərsə, niyə sənin kanalını təsdiqləmir? Elə deyəcəksiniz. Yəni mən başvurumu bugün göndərdim. Ola bilsin onlar təsdiqlədi, ola bilsin də təsdiqlənmədi. Yəni o onlar istəyinə baxır. Amma təsdiqləsələr çox yaxşı olar. Əgər siz də YouTubersinizsə, onların kanal təsdiqlənməsi çox yaxşıdır. Yaxşı cəhətlər vardır. Birincisi, yeni məşhur YouTuberlərlə tanış olacaqsınız. İkincisi, əgər o şirkətə siz yaxınsansa, indi o şirkətlərin çoxu demək olar Türkiyədədir. Amerikada da var və saat mən sizə Türk şirkətlərindən birini göstərəcəm. O sizi studiya ilə təmin edəcəkdir. Yaxşı videolar çəkməkdən ötürü. Sonra onlar sizi bank hesabınıza pullar köçürdəcəkdir. Lakin %30'unu özlərinə götürəcəkdir. Məsələn, $100 qazanmışsınız, onun 30 dollarını özlərinə götürür, 70 dollarını da sizə verir. Bu təbii haldır. Heç bir MCN şirkəti yəni özü %100'ünü vermir, %100 pulun hamısını vermir. İndi isə başvuru formumuzu göndərək. İlk öncə buradan mediacorp.com-a daxil oluruq. Burada başvurma formu vardır. Bura daxil olduq. Bura adınızı, bura isə soyadınızı yazırsınız. Bura e-mailiniz, buradan təkrardan e-mailiniz, bura telefonunuz, bura doğum iliniz, bura YouTube'un linkini, yəni YouTube kanalınızın linkini, bura hansı kateqoriyaya aid olduğunu, bura kanalınızı hansı gündə açdığınızı bura yazırsınız. Yəni hansı il, hansı gün. Bura toplam izlənmə sayısını, kanalınızın özünüz görəcəksiniz o kanalınızda. Onu bura yazırsınız. Sonra abunə sayısı, məndə məsələn 80'dir 80. Sonra bura kanalınız daha öncə strik aldı, amma evet, hayır. Əgər aldısa evet, almadısa hayır. Bizi nereden duydunuz? Məsələn, əgər məndən eşidibsinizsə YouTube'dan, əgər reklamlardan görübsünüzsə, reklamlardan, arkadaşlarımdan görübsünüzsə, arkadaşlarımdan. Buraya isə öz notunuzu qeyd edib göndər kliklərsiniz. Göndərdikdən 1 saat sonra da ola bilər, 3 gün sonra da ola bilər, 10 gün sonra da ola bilər. Oradan mesaj gələcəkdir sizə, doğrulandı ya doğrulanmadı haqqında. Yəni o gəldikdən sonra isə əgər doğrulandısa çox yaxşı bir cəhətdir. Əgər doğrulanmadısa yenə göndərə bilərsiniz. Elə lap yeni videolar çəkib yenə göndərə bilərsiniz. Belə özünüzə yaxşı baxın. Kanalıma abunə olmağı unutmayın. Nəsə öyrədə bildimsə çox sevindim. Sağ olun, hələlik.